Dağların kölgəsində qədim dağların ətəyindən meşələrin sərin kölgəsində yerləşən Xeyrabad kəndində həyat sanki 1000 illik dastanların sirlərini daşıyırdı. Hər səhər günəşin ilk şüaları ucsuz-bucaqsız düzənlikləri işıqlandıranda kəndin dar daşlı küçələri, köhnə divarları və geniş tarlaları bir zamanlar əcdadların addımları ilə titrəyən bir tarixə şahidlik edirdi. Bu torpağın hər bir daşında, hər bir yarpağında və hər bir axan çayında dərin məna gizlənmiş, insan qəlbinin ən gizli arzuları və kədəri sanki təbiətin öz dili ilə pıçıldayırdı. Xeyrabadın sakinləri sadə, amma dərin insanlardı. Hər kəsin qəlbində öz əzabları, sevincləri və arzu dolu xəyalları var idi. O kəndin üzvü olan Murad adlı gənc oğlan uşaqlıqdan bəri bu səmimi və sakit həyatın içində böyümüşdü. Atası Ramiz bəy illərin ağırlığını üzündə daşıyan, lakin xoş sözləri ilə qəlblərə nur saçan bir şəxs idi. O, hər axşam sobanın qarşısında oturub keçmişin hadisələrini danışar, qəhrəmanlıq dastanlarından, itirilmiş sevgilərdən və gələcəyin ümid dolu arzularından bəhs edərdi. Murad isə atası sözlərindən, anasının yumşaq baxışlarında və kəndin yaşlılarının dərin hikmətindən insanın həyatın mənasını anlamağa çalışdığı bir səyahətə çıxırdı. Günlərin birində Murad təsərrüfatında işlərlə məşğul olarkən, kəndin uzaq ucundan incə addımlarla yaxınlaşan Aysel adlı gənc qızın keçdiyini gördü. Ayselin saçları günəş işığında qızılı rəngə çevrilir, gözlərində isə dağların mavi səmasının dərinliyini əks etdirirdi. Onun hər bir hərəkəti kəndin sərin küləkləri kimi yumşaq və ahəngdar idi. İlk dəfə gözləri üst-üstə gəldikdə, sanki dünya bir anlıq donub qalmış, hər şey sükut içində, yalnız ürəklərin danışdığı bir an yaranmışdı. Murad, Ayselin baxışında özünün itirdiyi bir hissi, unudulmuş arzuları və həyatın daha böyük mənasını tapdığını hiss etdi. Günlər keçdikcə Murad və Aysel arasında yaranan səmimi dostluq, təkcə gənclik sevincindən ibarət deyildi, o, həm də həyatın çətinlikləri, kədəri və ümid dolu anların paylaşılması idi. Onlar kəndin kənarında yerləşən, ətrafı çiçək açmış bağlarla, qocaman palıd ağaclarının kölgəsində saatlarla söhbət edirdilər. Murad, Aysel atası Ramiz bəyin dediyi həyat, qəlbin dərinliyində gizlənən işıqdır. Nə qədər qaranlıq olsa da, ümidin şüası sənin yolunu tapar sözlərini xatırladırdı. Aysel isə sakit, dərin baxışları ilə biz bu torpağın, dağların və çayın sirlərini daşıyırıq. Hər birimiz əbədi bir nağılın qəhrəmanı, sevinclə və kədərlə dolu bir həyatın izlərini qoyuruq deyə cavab verirdi. Xeyrabadın həyatında hər şey sadə və ritmik keçərkən, taleyin sərt sınavları da qaçılmaz idi. Bir payız günü dağların zirvələrindən enən sərt küləklər və yağışlar kəndin səssizliyini sarsıtdı. Tarlalar su altında qaldı, yollar çamur içində boğuldu və kəndin sakinləri çətinliklərlə üz-üzə qaldı. O gün Murad yalnız torpaq işləri ilə məşğul olmaqdan uzaq, Aysel ilə birlikdə kəndin yaşlılarından köhnə əfsanələri, itirilmiş ümidləri və gələcəyin hələ açılmamış səhifələrini danışaraq ümidlərini yenidən doğurmaq üçün çalışdı. O, bilirdi ki, hər fəlakət insanın qəlbindəki işığı sarsıda bilməz, əksinə, qəlbin dərinliyində daha möhkəm köklənən bir ümid yaradırdı. Kəndin bütün sakinləri bu çətin günlərdə bir araya gələrək bir-birinə dəstək olmağa çalışırdı. Ataları, anamları və gəncləri birlikdə kəndin mərkəzində toplanıb, keçmişin hekayələrini və gələcəyin arzularını paylaşırdılar. Murad belə anlarda atası Ramiz bəyin sözlərini, həyat, acı ilə şirin, kədər ilə sevincin iç-içə keçdiyi böyük bir roman kimidir deyə xatırlayırdı. Hər kəsin qəlbində həyatın dərin mənasını anlamaq arzusu, kəndin hər küncündə, hər daşda və hər yarpaqda öz izini qoyurdu. Zaman axır, fəlakətlərin və sınaqların kölgəsində Murad və Ayselin arasında yaranan sevgi təkcə şəxsi bir nağıl kimi qalmaqdan çıxdı. Onların sevgisi kəndin hər bir sakininin ürəyində gələcək nəsillərə örnək olacaq dərin və səmimi bir hissə çevrildi. Gecələr ulduzların altında səmanın genişliyinə baxarkən onlar bir-birinə həyatın bütün ziddiyyətlərini, acı və şirin, kədər və sevinc, ümid və ümidsizlik danışırdılar. Murad, hər birimiz bu torpağın, bu dağların və bu çayın sirlərini daşıyırıq. Bizim ürəklərimiz keçmişin dərsləri və gələcəyin ümidləri ilə doludur deyə sözlər söyləyirdi. Aysel isə sevgi həyatın ən böyük gücüdür. O, bütün acıları, bütün kədərləri arxada qoyaraq qəlbimizdə əbədi bir işıq yaradır cavabını verirdi. Bu arada kəndin yaşlılarından biri olan Nuri bəy illərin gətirdiyi təcrübə ilə gənclərə həyatın əsl mənasını öyrətməyə çalışırdı. O, deyirdi, görürsünüz, hər fəlakət, hər kədər bir dərsdir. Həyat bizim üçün yazılmış bir roman kimidir.
Hər səhifəsində acı və sevinci, dərs və ümidi birləşdirir. Biz isə hər gün bu romanı yazırıq. Nuri bəyin bu sözləri Murad və Ayselin qəlblərində dərin izlər buraxdı. Onlar həyatın hər bir anını qiymətləndirərək, gələcəyə ümidlə baxmağın və keçmişin dərslərini yad etməyin vacibliyini hiss edirdilər. Müxtəlif illər keçdikcə Xeyrabad kəndi yenidən tarazlığa qovuşdu. Dağların sükutlu dilləri, çayın sakit axışı və torpağın dərin tarixləri hər şey köhnə halına qayıtdı. Ancaq bu çətin günlərin izi kəndin hər bir sakininin qəlbində əbədi qaldı. Murad artıq gənclik illərini geridə qoyaraq kəndin ən hörmətli adamlarından birinə çevrilmişdi. O, öz həyat təcrübələrini, yaşadığı sevincləri və kədərləri, sevginin gücünü və ümidin əhəmiyyətini gənclərə çatdırmaq üçün hər gün çalışırdı. Bir yay axşamı kəndin mərkəzində böyük bir mərasim təşkil olundu. Kəndin bütün sakinləri keçmişin dərslərini və gələcəyin ümidlərini bir araya gətirərək bir-birinə dəstək olmaq üçün toplaşmışdılar. Murad və Aysel əl-ələ verərək o axşam səmanın altında ulduzların parlaqlığında bir-birinə baxdılar. Murad dağların kölgəsində, çayın səsi arasında və torpağın səmimi hekayələrindən bizim sevgi və ümidimiz əbədi iz buraxır deyə sözünü söylədikdə hər kəsin qəlbində dərin bir təsir yarandı. Aysel isə həyat, acı ilə şirin, kədər ilə sevincin bir araya gəldiyi böyük bir roman kimidir. Biz isə bu romanın hər səhifəsini sevgi ilə yazırıq cavabını verdi. Kəndin o gecəsi sanki hər kəsin ürəyindəki işıq birləşərək ümidi, mərhəməti və sevginin gücünü bütün Xeyrabad torpağına yaydı. Hər kəs keçmişin ağır izlərini unudaraq gələcəyə inamla baxmağa başladı. Murad və Ayselin hekayəsi kəndin ən dərin nağıllarından birinə çevrildi. Onların sevgisi sadəcə iki gəncin romantik duyğusu deyildi, o, kəndin, ailələrin və bütün insanlığın qəlbində yaranan ümid və sevginin əbədi izlərini daşıyan bir əfsanəyə çevrildi. Beləcə, Xeyrabad kəndində həyat davam etdi. Hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər gecə ulduzların səmaya səpildiyi o sakit anlarda insanlar həyatın bütün çətinlikləri ilə üzləşməyə, qəlblərindəki işığı və ümidin nurunu itirmədən yaşamağa qərar verdilər. Murad, Aysel və bütün kənd sakinləri həyatın hər bir anını dərin məna ilə qarşılamaq, keçmişin dərslərini yad etmək və gələcəyə inamla baxmaq üçün sanki əbədi bir roman yazırdılar. Bu romanın səhifələrində dağların sərt və eyni zamanda mərhəmətli üzü, çayın sakit və əbədi axışı, torpağın dərindən gələn nağılları və insan qəlbinin səmimi duyğuları bir araya gələrək sevgi, mərhəmət və ümidin simvoluna çevrildi. Hər kəs bu nağılın bir parçası oldu, hər künc, hər daş və hər ağac öz içində bir həyat hekayəsini daşıdı. Beləliklə, Dağların Kölgəsində adlı bu dastan Xeyrabad kəndinin hər bir sakininin qəlbindən nəsildən nəslə ötürüləcək əbədi bir işıq kimi parlayaraq insanların sevgi, ümid və insanlıq dəyərlərini bir daha xatırlatdı. Həyat Tolstoyun romanlarında olduğu kimi böyük, dərin və ziddiyyətlərlə dolu idi. Hər bir kəs bu romanın səhifələrini yazdıqca dağların, çayın və torpağın sirlərində öz əbədi izlərini buraxdı, sevgi və ümidin səsi kimi qəlblərdə əbədi yaşadı.